Salam, hər vaxtınız xeyir olsun xanımlar. Bugün sizə yağlı və qarışıq dərilər üçün asan maska resepti paylaşmaq istəyirəm. Bizə lazım olan ərzaqlar Avgil və adi ilıq su. 1 qaşıq Avgildən əlavə edirik və üzərinə apardığı qədər ilıq su. Əgər dəriniz həssasdırsa, zeytun yağı 1-2 damcı əlavə edə bilərsiniz. Tam qarışdırır. Su apardığı qədərdir. Mən gözə yağ əlavə etdim. 2 çay qaşığı su, 1 çay qaşığı isə Avgil. Baxın, belə olur. Özümüzə çəkirik. 10-15 dəqiqə gözləyirik. Tam quruyur. Quruduqdan sonra ilıq suyla yuyuruq. Üzümüzü düşən, yəni quru dərilər isə quru dərilər üçün tonik, yağlı dəri isə yağlı dərilər üçün tonikdən istifadə edirik. Sonra isə mütləq nəmləndirici istifadə edirik.